Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bugün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektriğin əldə olunmasına da nail olacağıq. Bu həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bugün Azərbaycanın energetika sahəsində ixrac potensialı hal-hazırda 2 gigavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpa olunan stansiyaların tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 gigavat enerji gücünü əldə edəcək və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha geniş həcmli transmisiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır.